var. Bütün Azərbaycan şahid olsun buna. Xanın ən yaxın adamlarından biri Qazi qoşuldu efirimizə indi. Özü dedi, səsimi efirə vermə. Məni də öldürərlər dedi. Dedi ki, xan müharibədən, 44 günlük müharibədən qabaq pensiyaya çıxmışdı. Amma müharibə zamanı könüllü gəldi. Qəhrəman kəşfiyyatçımız qəhrəmancasına döyüşdü. Və xan yenə də döyüşdən sonra qayıtdı. Və xanın qəhrəmanlığına görə Xocavənd istiqamətində xana və 2 dənə də onun silahdaşına bir ferma hədiyyə elədilər. Ferma hədiyyə elədilər. Və xan həmin fermanı abadlaşdırmaq və içini heyvanla doldurmaq üçün bankdan böyük bir summa kredit almışdı. Alıbmış. Və ferma başa gələndə 2 dolanda, bilirsiniz, Azərbaycanda bütün ferma, ət monopoliyası bəylərindir. Bəylər Əyyubovun adamları gəliblər, xanın əlindən fermanı alıblar. Silah gücünə. Xan Mehriban Əliyevaya, İlham Əliyeva dəfələrlə yazsa da onun haqları bərpa edilməyib. Və bu savaş davam edirmiş. Xanın artıq əlacı qalıb ki, bir dənə mediaya çıxsın. Qabiləmi, azad sözəmi, harasa mediaya çıxsın. Mağara mediaya mı? Və xan bu ərəfədə idi ki, mediaya çıxıb ölkəni silkələyəcəkdi. Ölkə silkələnəcəkdi. Və xana Bəylər Əyyubovun adamları tələ qurdu. Hətta ermənilər Qarabağda müvəqqəti Putinin əmri ilə təmizlənməmişdən qabaq da xan hərbidə olanda Raqufun ətrafında olan adam olubdu. Raquf Orucovun milli qəhrəmanımız və Nəcməddin tərəfindən öldürülən Raquf Orucov. Və xan hətta o vaxt ermənilər Qarabağda olanda belə neytraldan keçərək anasının qəbrini ziyarət eləməyə gedirdi. Anasının qəbrini ziyarət eləyirdi xan və dəyərli vətənlərim, dəyərli soydaşlarım, 44 günlük savaşdan sonra da xan dəfələrlə anasının qəbrini gedib ziyarət eləyibdi. Anasının qəbrini ziyarət eləyib. Və bugün yas yerində rəhmətli xanın ən yaxın adamı, gün dəfn mərasimində xanın ən yaxın adamı deyib ki, bəylərin adamları onu öldürdü. Deməli, anasının qəbri haradaydı, hansı kətdəydi? Əslən İsmail bəylidən olsa da anasının qəbri Başqərəvənd kəndindədir. Bəylər Əyyubovun adamları plan üzrə xanın yanına bir jurnalist göndərirlər. Plan üzrə. Və xanın anasının qəbrini də ozeyimlə, yəni qəbri bilirsə ozeyim məftillərdəndir, belə məftillərlə. Ozeyimlərlə sıx minalayıblar xanın anasının qəbrini. Ozeyimlə. Herhalde qəbristanlığa gedən 2 ya 1 cığır olur da. Ozeyim, zaten ozeyimi kurqavoyd eləmək olur məftillərlə. Və deyərlənmədən xan, jurnalist gəlir ki, hər zaman hələ ermənilər Qarabağda olanda siz ananızın qəbrini ziyarət edirdiniz neytraldan keçərək. Zəhmət olmasa, ananızın elə qəbrinin yanında sizdən bir müsahibə götürmək istəyirəm, müsahibə. 2 nəfər olur, jurnalist və xan. Xan qabağa düşür, jurnalistlə dalınla. Çox güman ki, jurnalistin də müsahibədən xəbəri olur, bəlkə də ozeyimdən də xəbəri olur, bəlkə də. Və xan birbaşa, nəinki lentə, ozeyimlər yəqin sıx döşüklər, birbaşa ozeyimə toxunur və ozeyim qalxır, birbaşa remeni Qurşaq istiqamətində partlayır və xan 2 parçaya bölünür. Və mən o görüntüləri yükləmişəm Qabil Telegram kanal ismi elədir, baxa bilərsiniz. Birbaşa Bəylər Əyyubovun planı üzrə xana tuzaq qurdular, fermanı əlindən aldılar, xanın prezidentə qədər yazdı, Mehribana qədər yazdı, alınmadı. Artıq mediaya çıxmağınla bağlı bəylərin adamlarını təhdid eləyəndə xanı jurnalistlə tələ qurdular və xanı öldürdülər. Bunu xanın ən yaxın adamı, həyatda və nəsildə kökdə
ən yaxın adamı bugünkü dəfn mərasimində danışıbdır. And olsun namus və şərəfimə. Və bu qazi də, qəhrəman qazi də bizim efirə qoşuldu, mənə dedi, sadəcə dedi, səsimi efirə verməyin, məni də öldürərlər. İndi bildinizmi dəyərli həmvətənlərin vəziyyət nədir?